Elime geçe düşüyor. Salam, axşamınız xeyir. Gördüyünüz kimi bugün tort bəzəyirəm. Bu tortun öncəsini mən atamın ad günü tortu vloqunu paylaşmışam. Ona görə indi yenidən daha yığıb paylaşmadım, amma bugün saat deməli 23-ü, elə bilirəm ki saat 12-ni keçib. Uşaqlar yatıb, mən də fikirləşdim ki oğlumun bu arada Yusifin 15 yaşı tamam olur, yəni yubileyi idi. Futbol tortu istəyib, futbol tortu hazırlayacağım. Onun üçün belə bir şey almışam, baxın. Belə pinaplas almışam. Keçək tortlar üçün top figurunun hazırlanmasının ən asan variantı sizə göstərəcəm. Çətini çalışıram ki, mən ümumiyyətlə özümdən uzaq eləyim. İşləri özümdən uzaq edirəm. Elə bunun üstündə də hazırlayacağım sizin üçün. Bunu yayacağım mən indi. Bizə ən çox qara lazımdır. Oy, gözüm başında. Bizə ən çox qara lazımdır. Qara yəni şariklər, balaca şariklər kimi kəsəcəm. Daha sonra indi görəcəksiniz, sizə göstərəcəm. Anlarsınız, vaxt edib. Biskivitin reseptini çəkəcəkdim. Reseptini mən vaxt edib çəkə bilmirəm. Gördüyünüz tort həm ballı tortdu, həm də biskvitli tortdu. Hər ikisini qarışdırmışam bir-birinə, öz evimiz üçün idi deyə. Hər ikisindən elədim. Bir gün ballı tortu tam açıqlaması ilə çəkəcəm, paylaşacağım. Əslində çəkib paylaşmışam. Bir neçə gün bundan öncə gördüm ki, kəşfiyyata düşüb, çox bəyənildi. Bunları belə kəsəndən sonra qoyduq bir kənara. Əgər əlinizdə fırçanız varsa, indi məndə fırça yoxdur. Fırça ilə başlayırsınız bunu üzərini nəmli eləməyə. Mən əlimlə eləyəcəm. Əgər özünüz evdə eləmək istəsəz, şimdi bilirəm ki, kimsə şinyatçı deyilsə, sizdə olmayacaq da o. Deməli, bunu belə etdik. Baxın, qoyduq ortaya. Daha sonra başladıq ətrafına bu formada yığmağa. Görürsünüz. Topumuz hazırdır. Hazır olandan sonra nə edirik? Götürdük, başlayırıq bunu belə. Baxın. Bunu belə etməyə. Belə etdikcə izlər var. Baxın, o alınmağa başlayacaq. Bir də mən biraz kirli. İndi çünki bunu otun içində eləyəcəm. Biraz kirli istəyirəm olsun. Görürsünüz. Əlinizi belə elədikcə o orada formalar. Bu gördüyünüz yaşıl biskvitdir. Biskvit, buna hazırladığım biskvitdən götürmüşəm, atmışam blendera və yaşıl rəng əlavə eləyib blenderdan keçirtmişəm. Ortaya çıxan rəng baxıb budur. Bunu elə bilin ki, çəməndir. Çəmən, Yusif nə deyir? Halı salası. Bunu çəmən olaraq istifadə eləyəcəm. Oy! Ay Allah! Bunu belə eləyirəm. Ki, indi şeydir də. Əlimdə belə sıxıb çəmən görünür. Belə bir diş çöpü keçirdirəm. Belə bir çöp keçirdəcəm bu hissəsinə. Bunu əslində ev üçün hazırlayıram. Keçirtməsəm də olar. Çünki uzun yol getməyəcək. Amma müştərilər üçün hansı ki sipariş olanda mütləq bu çöp olmalıdır burada düşməsin. Belə, çox qəşəngdir. Çox qəşəng olur. Çox qəşəngdir. Şöyle selam. Manu. Ay ayağım ben Allah. Eli bu ben size. Ay yazıyorsun. Temizleyeceğiz. Üstün tozunu temizleyeceğiz ya.
Ama koy hava Bunu çəksin. almağın həqiqətən belə şey almağın adı yoxdur bax. Yok bunu bir de alma. Hə. Yox, 3 dəfədir mən belə şey alıram ümumiyyətlə. Yok. Düştüleyecek o Bak gör ne terk düştüleyecek. edecek. Oo. Sözde şarkı şey kuruşturmayayım. Ay yok o tütüllemez bunlar. Videoda görünecek mi? Görünür tozun şeyə bax. Hı?